Salam dostlar, bu videoda sizə Epürün nə olduğunu və onun necə qurulduğunu izah edəcəm. Həmçinin Biyumquru proqramı ilə bunu necə asan şəkildə edə biləcəyimizi də göstərəcəm. Başlamazdan əvvəl sizdən bir xahişim var. YouTube kanalıma abunə olmaq və bu videoya like atmaq, yorumda da ürəyinizdən keçənləri, məsəl üçün mən buradan bir şey öyrəndim və yaxud buna aid bir video gəlsin kimi cümlələri yazmağı unutmayın. Deməli, Epür nədir? Epür bir şüaya və ya konstruksiyaya düşən qüvvələrin və momentlərin təsviridir. Yəni qrafik təsviridir. Bu bizə göstərir ki, hansı nöqtədə hansı təsir var. Məsələn, harada güc çoxdur, harada şüa əyilir. Əsasən iki növ epür var. Q epürü kəskinmə qüvvəsini göstərir. M epürü bükülmə qüvvəsini, yəni bükülmə momentini göstərir. Epür necə qurulur? İlk öncə şüanı çəkirik və üzərinə düşən qüvvələri göstəririk. Dayaq nöqtələrində olan reaksiyaları tapırıq, şüanı hissələrə bölürük. Hər hansı hissə üçün Q və M dəyərini hesablayırıq. Sonra da bu dəyərləri qrafik şəkildə çəkirik, yəni epürünə qururuq. Məsəl üçün, bu mənim sərbəst işimdir və müəllim mənə vermişdi A sxemini. A sxemində gördüyünüz kimi RA dayaq nöqtəsi, RB dayaq nöqtəsi. Deməli, Q bizim yükümüz, P-dəki qüvvəmizdir. İndi bizdə bunun qiymətləri var. Qiymətlərini göstərim sizə. Məsələn, 6-cıda A-ya 3 verib məndə, B-yə 5, C-yə 3, D-yə 4, P-yə 10 verib. M yoxdur burada. Burada olmadığına görə yazmırıq. Yəni, müəllim səhvlə qoyubdur. Düşünürəm onu. Başqa nəyi göstərəcəkdim? Daha sonra burada məndə dairədir və 180 dərəcədir. Tirnin kəsiyi məndə dairədir və materialın buraxıla bilən gərginliyi də məndə 180. Deməli, indi burada belə eləyəcəyik. Belə başa saldım sizə. Bir saniyə. Bunun biz epürünü Biyumquru proqramı ilə necə quracağıq, onu sizə göstərəcəm. İlk öncə gəlirik bura, Biyumquru kalkulator. Və buradan giririk. Bunu silək. Məsəl üçün, məndə cəmləri eləyir 11 səhv edəmirəmsə. Buradan baxaq. Baxın, 3, 5, 3, 11 elədi. Yəni, bu ümumi uzunluqdur və buradan da bizdə ümumi uzunluq istəyir 11. Bunu bura yazırıq. Digər sözlə, support bölməsinə keçirik. Support bölməsinə keçəndə bizdə dayaq reaksiya qüvvəsi buydu deyə buna basırıq və bizdə gördüyünüz kimi bir dayaq qüvvəsi ən solda, digəri isə 3 və 5, 8-də yerləşir. İndi biz bunu bura necə quracaq? İlk öncə on the left, yəni ən solda və bu bizə verilir. Bunu əlavə etdik burada. Sonra burada pozisyon basırıq. Pozisyona basdıqdan sonra 8 qoyuruq. Çünki 3-dən 5, 8. Bu da 8-də yerləşir. Bunu qəbul etdik. 8-də yerləşdi. Digər tərəfdən indi baxırıq. Bizim P 3-də yerləşir. Yəni, ERA ilə P arasında məsafə 3-dür. Buna uyğun olaraq biz gəlirik loads bölməsinə. Burada qüvvə, yəni P bizdə belə göstərilir. Burada pozisyon 3-dür. Qiymətimiz verilmişdi. Deməli, neçə? Qiymətimiz verilmişdi. Bizdə 10. 10 yazırıq bura. 10-u yazdıq. İşarəsi aşağı olduğuna görə bunu aşağı seçirik. Yuxarıda seçə bilirik. Biz aşağını seçsik və 90 dərəcə olduğunu görürük deyə 90 dərəcədir. Əlavə elədik. Bizdə moment olsaydı, bundan istifadə eləyəsiydik. Həmçinin, məsələn, burada qoyuruq, 7-yə tutaq ki, qoyuruq. Burada onun miqdarını yazırıq, qiymətini yazırıq. Yəni, bu da belə həll olur. Digər tərəfdən bizim Q verilibdir. Q harada yerləşir? Gəlin baxaq. Q'müz ən axırda yerləşir. Yəni, 8 ilə 11-in arasında. Başlanğıca 8 yazırıq, sonluğa 11 yazırıq. Bizim qiymətimiz isə deməli, neçədir? Q isə 4-dür. Bəli, bizim qiymətimiz 4-dür. Bunun da aşağı-yuxarısı var. Bizdə aşağı olduğuna görə aşağı edirik və belə qiyməti yazırıq. Əlavə edirik. Bunlar da digərləridir. O, indi bizdə görünmür deyə, yəni bunlar da olduğu kimi beləcə qururuq. Bunları necə qoyduqsa ona görə qururuq.
Burada elə bil ki, K və M epürlərini avtomatik özü qurur. Yəni çox rahatdır. Həm vaxtımız getmir başqa şeyə. Yəni rahat olaraq buradan qura bilirik. Sonra gəlirik. Baxın, burada elə bil ki, göstərir düzbucaqlı, kvadrat, burada dairə. Bizdə dairə olduğuna görə dairəni seçirik. Bizdə dairədə neçə olur, ona baxaq. Dairədə bizdə 180-dir. Gördüyünüz kimi 180. Gəlirik bura 180 əlavə edirik. Bəli, bunun qabağı belə olmalıdır. Çünki bizdə də belə göstərir sağ tərəfdə meqapascal. Səhv edim bəlkə də. Bu millimetrdə qalır ya da müəllimin sizə verəcəyi ölçülərə görə dəyişə bilər. Ona belə save edirik. Daha sonra isə kalkulyatora basırıq, yəni hesablamaya. Avtomatik olaraq o bizə epürü qurur və epürümüz belədir. Bu qədər qısa və sadə epürümüzü belə qurur. Əgər bununla bağlı tam videonun gəlməyini istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı unutmayın. Şərhlərə də öz fikirlərinizi yazın. Bunlar mənim üçün önəmlidir. Nəticədə belə deyə bilərik ki, epürü qurmaq ilk başda çox çətin görünürdü. Amma bunun qaydasını bildikdə, yəni belə rahat yazmaq olur, çəkmək olur. Bu proqramla daha da sadədir. Yəni belə edib sərbəst işdən yaxşı bal ala bilərsiniz, uğurlar sizə.